Salam aleyküm əziz qapımız izləyiciləri. MDF qapılarımızı quraşdırılır. Onluq çərçivə ilə, Gülşən rozet samoqları ilə istənilən fiqurda olur. 9'luq nalicimiz. Çərçivəmizin qalınlığı 2 cm, daborumuz da daxildir. Divar 1 kubik olduğuna görə 20 cm dağılır. Rənglərimiz də ki, göz qabağındadır. Boz, açıq boz, ağ, krem, mokko rənglərimiz. Cəmi cümlətanı 450 manat. Quraşdırılma da daxildir bura, çatdırılma da daxildir, zamaklarımız da daxildir. Sonra bütün üstlarımızdır, baxa bilərsiniz. 750-dən vurulmağına bir yerdir. Hər qapıda da bütün üstə, hər ikisində müştəri montaj üçün materiallarımızı alır, biz işimizi görürük. Pol ustalarından xahiş edirəm ki, bütün bu əyriliklərə fikir versinlər. Ev yiyələrindən də xahiş edirəm ki, əgər misal üçün pul xərcləməyiblərsə də, polun düzlüyünə, steşkasına tam mil kimi etməyiblərsə, onda yəni sabahsı gün gəlib günün ustasından bunu tələb eləməsinlər ki, fikir verirsiniz, niyə misal üçün burada qarın var? Bu əslində yəni film vuran ustanın işi deyil də buranı itirmək. Amma biz niyə itiririk? Müştəriyə yaxşılıq olsun, ustalar üçün yaxşılıq olsun, yəni üstlərini işləyirik həmişə. Amma ustalarından da xarşımız odur ki, bu görürsünüzmü? Aboyalar axıra kimi gedir. Films aboya tutmur. Ustandə da yaxşı tutmur. Sabahda atma ehtimalı falan olur. Biz ona görə bunu belə çıxırıq. Amma ustanın özünün qabağından çıxsa yaxşı olur. Çünki bunu çıxardır ki, pramı divara tutsun. Bu üstəki altında da kağız qalanda aslar, onu da suyla ıslatıb çıxardır. Belə.